Ənənəvi xahişimiz var əziz dostlar, dəyərli tamaşaçılar. Kanalda olanlar verilişi bəyənin, paylaşın, kanala abunə olmağı unutmayın. Rəylərinizi, təkliflərinizi, suallarınızı yazın. Buradan cavablandıracağım. Əziz dostlar, ilk öncə onu deyim ki, Elmar Məmmədiyarovla bağlı bir Ramiz Mehdiyev olayında adı çəkilir və Elmar Məmmədiyarov açıqlama verib. Demək, Sabiq Xarici İşlər Naziri Elmar Məmmədiyarov adını Ramiz Mehdiyevin komanda üzvü kimi hallandırılmasına münasibət bildirib. Məmmədiyarov bu barədə Müsavat TV-nin efirində danışıb. Bilirəm, mənə niyə zəng edirsiniz? Soruşacaqsınız ki, APA yazıb, filankəs yazıb, yazmağına yazsınlar. Ramiz Mehdiyev prezident administrasiyasından çıxandan sonra mənim onunla heç bir əlaqam olmayıb. Nə telefon zəngi, nə cib telefonu, nə ev telefonu, nə salam əleyk, heç bir ünsiyyətim olmayıb. Bax, bunu yaza bilərsiniz, gülməli şeylər yazırlar. Mən belə başa düşürəm ki, kimin qarın ağrısı varsa, öz başından nələrsə uydurur və bu zamanda hansısa görkəmli adamların adını çəkməyə çalışırlar. Elmar Məmmədiyarov bildirib. İstintaqa çağırılıb çağırmaması ilə bağlı suala cavab verən Məmmədiyarov bildirir ki, hələ belə bir dəvət almayıb. Gözləyin də bugün bazar günüdür, bəlkə birinci gün dəvət edəcəklər. Amma inanmıram ki, dəvət etsinlər. Çünki orada ciddi adamlar işləyirlər və onlar əllərində fakt olmadan hərəkət etmirlər. Elmar Məmmədiyarov Ramiz Mehdiyevlə heç bir əlaqəsinin olmadığını və bu məsələdə tam rahat olduğunu vurğulayıb. Düz başa düşürsünüz, heç bir əlaqam yoxdur, o mənada rahatam. Adını hallandıran media orqanları və ya istintaqa müraciət edib etməyəcəklə bağlı suala cavabında isə o bunları deyil. Yəqin ki, kim bu uydurmanı mediaya sızdırıbsa, onlar bu söhbətləri öz başlarından uzaqlaşdırmaq məqsədi ilə başlıca görkəmli adamların adlarını qəsdən çəkirlər. Yəni, öz adları siyahıda çıxmasın deyə. Adının niyə bu siyahıda olmazsa da münasibət bildirən Sabiq Nazir bunu ironik şəkildə cavablayıb. Görkəmli adamam da, mən 16 ildir artıq nazir olmuşam. 16 ildən artıq nazir olmuşam. 15 il keçib vəzifədən çıxmışam. İndiyə qədər heç kim sakitləşmir. Ramiz Mehdiyevlə münasibətlərinin necə olduğu barədə suala Məmmədiyarov belə cavab verib. Əlaqələrimiz yaxşı olsaydı 2019 ildən bəri onunla əlaqəm olardı. Amma mən onun nə əl, nə ev telefonunu bilmirəm. Bir dəfə olsun əlaqam olmayıb, ünsiyyətim yoxdur. Onu da hamı bilir. 6 ildir prezident aparatından çıxandan sonra onunla əlaqam yox idi. Mən bu 6 ildə onunla əlaqə saxlamamışam deyə Elmar Məmmədiyarov bildirir. Və yeri gəlmişkən, əziz dostlar, Ramiz Mehdiyevdən Qarabağ azad edildi, sevinir sirizmi sualına şok reaksiya deyə bir açıqlama var. Haqqında 4 ay ev dustaqlığı qəti imkan tədbiri seçilən prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Qarabağda əldə edilmiş qalibiyyət və dövlət rəhbərinin apardığı siyasətə münasibət bildirməkdən boyun qaçırıb. Manşet azın suallarını cavablandırarkən jurnalist ona "Cənab Prezident böyük uğurlar əldə etdi və bütün Qarabağ işğaldan azad edildi" sualına onunla bağlı mənə sual verməyin deyə bildirilib. İndi həmin səs yazısını sizə təqdim edirəm dostlar. Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Qarabağda əldə edilmiş qalibiyyət və dövlət rəhbərinin apardığı siyasətə münasibət bildirməkdən boyun qaçırıb. Qlobal Infos xəbər verir ki, manşet azın suallarını cavablandırarkən jurnalistin ona "Cənab Prezident böyük uğurlar əldə etdi və bütün Qarabağ işğaldan azad edildi" sualına onunla bağlı mənə sual verməyin deyə bildirib. Daha sonra jurnalistin növbəti dəfə təkidlə "Yəqin ki, bunu böyük uğur kimi qiymətləndirirsiniz" sualına isə yenə də deyirəm, o barədə sual verməyin deyərək cavab verib. İndiki vəziyyətdə Mehdiyevin bu cavabları onu göstərir ki, Azərbaycanın və dövlət rəhbərinin apardığı siyasətə qarşı olub, əldə edilmiş uğurlar, nailiyyətlər və bütün dünyanın qəbul etdiyi möhtəşəm Qarabağ zəfəri onu narahat edib. Əziz izləyicilər. Baxın dostlar, həmin səs yazısı.
Ramiz müəllim, cənab prezident böyük uğurlar əldə elədi. Bütün Dağlıq Qarabağ bilirsiniz, adla verildi. Bağlı sual vermeyin. Onlarla bağlı çıxar vermək. Yəni uğur kimi qiymətləndirirsiniz də, yəqin ki, bunu böyük bir uğurumuz kimi qiymətləndirirsiniz. Sağ olun. Yenə deyirəm də bana sual vermeyin. Dostlar, jurnalist sual verir, manşet hazır əməkdaşı deyir, bu barədə mənə sual verməyin. Və başqa bir açıqlamalar da var, dostlar. Mehdiyevin əsas adamlarından biri deyilən Elton Məmmədov da danışdı. Elton Məmmədov, Ziya Məmmədovun qardaşı və yüksək texnologiyalar. Demək, dövlətə xəyanatda ittiham olunan prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qurduğu şəbəkədə sabiq deputat Elton Məmmədovun da adı çəkilir. Bildirilir ki, Ramiz Mehdiyev AMİyə gələndə ətrafına yığdığı sabiq dostlar arasında başda Ziya Məmmədovun qardaşı Elton Məmmədov dayanıb. Onun vaxtilə Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının direktoru olaraq Ramiz Mehdiyev üçün rüşvət sxemini qurduğu da vurğular. Elton Məmmədov teleqrafa açıqlamasında iddiaları bu cür münasibət bildirib. İddiaları araşdıran müvafiq icra orqanı var. Məni istintaqa cəlb etməyiblər. Müvafiq təşkilat Ramiz Mehdiyevlə bağlı araşdırma aparır. Ona görə də gözləməliyik ki, ədalətli araşdırma geçsin. Cinayətkar kimdirsə cəzasını alacaq. Mən narahat deyiləm, mənə görə də narahat olmayın deyə Elton Məmmədov bildirib. Dəyərli dostlar, Zahid Oruc ittihamlara cavab verdi. Bilirsiniz ki, bir neçə gün bundan qabaq APA İnformasiya Agentliyində böyük bir yazı yayıldı. Həmin yazıda Abbas Abbasov, Zahid Oruc. İndi mən burada sıra adlarını çəkəcəm, kimlərin adı çəkildi. Onlardan Zahid Orucun açıqlaması var. Deyir ki, ünvanıma yazılan böhtan 36 ildir həyatda olmayan atamın adını da qarışdırıb 25 ildir sədaqətlə, şərəflə getdiyimiz yola Ulu Öndər Heydər Əliyev və qalib lider İlham Əliyev kursuna ideyalarına xidmətə, böhtan və şər yıxılması bizi dövlətimizə, xalqımıza, nəhayət qələbəmizə dönmədən, usanmadan son nəfəsimizə dək xidmətdən geri çəkindirə bilməz. Bunu Milli Məclisin üzvü Zahid Oruc Ramiz Mehdiyevin şəbəkəsində adının hallanmasına dair yayılan məlumatlarla bağlı bildirib. 1993-cü ildən bu günə kimi bir əqidədə olmuşuq. Fərqindəyik, çoxları ondan narahat olublar. Üstəlik bəzən qələm fəhləliyimizi də çoxları hansısa maraqlarına təhlükə sahiblər. Dostlar, bu cümlə yəqin bilirsiniz ki, hansı mesajı verir Zahid Oruc? Qələm fəhləliyimizi də çoxları hansısa maraqlarına təhlükə sahiblər. Lakin indi Ramiz Mehdiyevin ağır dövləti cinayətləri və ondan bəhs edən məqalada üstümüzə atılan böhtanı görəndə susa bilmərik. Kimliyindən asılı olmayaraq hakimiyyət servisine cəhd və dövlətə xəyanət ən sərt cəzaya layiqdir. Lakin hər kəs əməlinə görə özü cavab verməlidir və verəcək. Dövlətə və cənab prezidentə xəyanət bağışlana bilməz. Ona görə də 2 gün əvvəl söylədik, xəyanatın siyasi mənsubiyyəti və yaşı olmur. Xüsusilə xarici kəşfiyyatla əlaqəli baş verən bir qəsdin bəraəti yoxdur. Lakin 2003-cü ildə dövlətə qarşı daş atanlar indi o silahları sədaqət və ləyaqətlə dövlətə xidmət edən Zahid Orucun adını ləkələmək üçün atırlar. Bilin və agah olun, alnım o qədər açıqdır ki, heç bir gizli layihədə, görüşdə, xarici kəşfiyyat mərkəzləri ilə əlaqədə yaxud dövlətimizin əleyhinə planda iştirakımız olmayıb. Kimisə atalıqda görməmişik. Heç bir şəxsin kölgəsinə sığılıb klan, tayfa, qrup və siyasi birlikdə iştirak etməmişik. Nəhayət, kiməsə saxta obraz düzəldib onun xəstə planlarına xidmət etməmişik. Heç vaxt ola bilməz. Qanımız və canımızla hamını əmin edirik. Dövlətimizin etimad göstərdiyi sahələrdə fəhlə kimi çalışmışıq. Gecə gündüz, yalnız bir amalla
yorulmadan işləmişik. Dostlar, yenə də fəhlə sözünü işlədir. Qələm fəhləliyi və dövlətin etimad göstərdiyi hər yerdə fəhlə kimi çalışmışıq deyir. Bir siyasi əqidəyə yol gələrkən, hər zaman möhtərəm cənab prezidentdən yüksək ehtiram görmüşük. Yüksək ideyalarla xidmət üçün bundan böyük dayağımız olmayıb. Qoy, hər kəs zərrə qədər şübhəsi varsa inansın, mən Zahid Oruc o böhtanlara əsas verəcək bir əməlin sahibi deyiləm. Tam əksinə bir beyin mərkəzinin təmsilçisi və siyasət adamı görə biləcəyi nə varsa, onu yetmişik prezidentə və dövlətə ləyaqətlə xidmət. Əmin edirik, bizi böhtan və şərlə rəhbərin gözündən sala bilməyəcəklər, Zahid Oruz deyir. Əziz dostlar, dəyərli tamaşaçılar, indi birazdan Mir Şahinin açıqlamasını diqqətə çatdıracağıq. Ramiz Mehdiyevlə bağlı Mir Şahin indi video sujet də təqdim edəcək, hər halda rejissorumuz təqdim edəcək. Demək, Mir Şahin Ağayev biraz da dərinə gedərək və orada, bilmirəm, orada təhqir var, yoxsa yox. Hər halda siz buna özünüz baxıb qiymət verərsiniz, əziz dostlar.